Naxçıvan şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində ilkin mərhələdə yol yatağı hazırlanır, torpaq qatı verilir və əsas qat formalaşdırılır. Növbəti mərhələdə isə daxili avtomobil yollarına asfalt örtüyünün salınması nəzərdə tutulur. Hal-hazırda Xətai məhəlləsində uzunluğu 7,7 kilometr yolun asfaltlanma qatı üçün hazırlıq işləri görülür. Torpağın qrunt qatları çıxarılır, altdakı qrunt qatları çıxarılır, asfalt yatağının üçün hazırlanması üçün yeni materialla əvəz olunur. Bu asfalt hazırlıq işləri davam edir. Bu ilin sonuna qədər bu asfalt işlərinin qurtarılması nəzərdə tutulur. Biz də ona səy göstəririk ki, qısa müddətdə işləri tamamlayaq. Layihəyə əsasən Xətai məhəlləsində asfaltlanacaq daxili avtomobil yollarının ümumi uzunluğu 7,7 kilometrdir. Hazırda işlədiyimiz iş gedən ərazidə 1 kilometrdən artıq məsafənin qrunt qatları qazılıb çıxarılıbdır və dolğu işləri də tökülür. Dolğu işlərin asfaltın altı yatağının hazırlanması üçün xüsusi material yenisi ilə əvəz olunub. Yəni köhnə işlənmiş vaxtından istismar müddəti bitmiş materiallar çıxarılır, yenisi ilə əvəz olunur. Bu bitişdən sonra da artıq asfalta hazır vəziyyətə gətiriləcək, qısa müddətdə asfalta başlayacaq. Görülən işlərin başa çatdırılmasından sonra ərazidə nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz olacaq, həmçinin məhəllə sakinlərinin gündəlik giriş-gəlişi xeyli asanlaşacaq. Samiq Nuriyev, Atabey Səyyad, Rəşad Hüseynov, NTV Xəbər.